baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtrite, Azərbaycanın kolası Buz Kola, Sleepy, Unimetal, Bay Hollywood. Şounun qaydaları. Fanatlar, qeyri-fanatlar və eləcə də adi insanlar tanınmış qonağımıza öz suallarını vermək üçün məkanımıza toplaşıblar. Əgər qonaq cavablarında səmimi olmasa, hər kəsin masasının hesabını ödəməli olacaq. Yox, əgər bütün suallarına səmimi cavab verərsə, onda bütün yeyib-içmək aparıcıların hesabına olacaq. Nuş olsun. Super Qaqa Bənd. Bəli, Qaqa, super Qaqa Bənd. Alqışlayaq bir dənə Qaqa Bəndi. Yaşa. Əli xan, inandırım səni, düz bir həftədir ki, mən bugünü gözləyirəm. Biləm, mən üçün darıxmışdım. Doğrudan, sən zarafatların üçün, sən sözlərin üçün darıxmışdım. Sözdən söz düşmüşkən, bugün əsil sözdən danışacağıq. Söz bəzən zarafatdır, bəzən məsuliyyət. Bəli, amma elə sözü var ki, bir cümlədir, ömrü boyu səni izləyir. Elə sözdə var ki, 5 dəqiqə danışırlar, 1 dəqiqədən sonra yadımdan çıxır. Bugün çalışacağıq ki, sözümüz tam yerində olsun. Bəli. Zarafatımız da yerində olsun, zarafatımıza dəyməyək. Dəyməyək. Unibankın baş sponsorluğu ilə Zarafat bir yana şovumuz başladı. Meyxanada yüngül çəkidə mübarizə aparsa da, amma sözünün ağırlığı var. Trend deyəndə birinci, ikinci, üçüncü, dördüncü, hətta beşinci ağla gələn şəxs. Hətta yatanda gecə muzikan xoruldayır. Market kassiri ilə əruz vəzinin qaydalarına uyğun danışan. Bəli, qarşılayın. Meyxanaçı şahid. Böyüklərin və uşaqların sevimlisi. Balali Meştaqalı gəlir. Bax, əsl şair belə olur, bax. Stil, bax, səliqə, səhman, vid fason. Bax, əsl şair belə olar. Prosta bir dənə məqam var, o boynundakı təsbih əlində olmalıydı. Niyə gedib ora çıxıb? O kəhraba. 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 Bağışla qardaş. Necət elə şeylər bilmirəm. Mərhaba. Mərhaba. Mərhaba, kəhraba. Balay, xoş gəlmişsən. Sağ ol, xoş bulduk. Necəsən? Nə var? Yaxşı qardaşım. Necədir? Necəsən? Özünü necə Yaxşıyam, hiss sən edirsən? necəsən? Yaxşıyam. Biraz əhval-ruhiyyəm lap yaxşıdır. Çünki bilirsə, o gedayım olub, oğlum dünyaya gəlib. Allah saxlasın. Allah bütün balaları Balayının saxlasın. gözəl balası dünyaya gəlib. Alqışlar bir dənə o gedayı. Onun xoş günlərini görəsən. Sağ ol, Allah çox xoşbəxt sağ ol. eləsin. Əli xan, Mənəm deyən oğlan. Bəli. Gəl sənə izah eləyim bu oyunun qaydalarını. Bəli. Bizim gözəl qonaqlar suallar verir və Balali o suallara cavab verəcək. Əgər səmimi olacaqsa, siz göy işarələri qaldırırsınız. Hamınızın qarşınızda bu işarələrdən var. Əgər düşünsəz ki, bizim qonaq Yalan danışır. yalan danışır, qeyri-səmimidir, inanmırsınız, onda qırmızı işarələri qaldırırsınız. Göy işarələr çox olsa, Nizat verir pulu. Amma əgər qırmızılar çox olsa, Balali, bugün hazır gəlmişsən, Həli, mən həmişə hazır, mən yazıqcan. pul qabı doludur. Ömrü boy. Nağd kart. Kredit də olur, belə də olur. Baxırlar. Yo, ödəniş nağd kart. Ödənişi nağd eləyərik. Nağd eləyərik. Balali. Son zamanlar bizim xalq artistimiz, sənətkarımız Röya xanım hansı verilişə gedir, Balali ora gül göndərir. Röya xanım bugün bildi ki, sən bizim qonağımızsan. O da sənə xüsusi olaraq bir gül göndərib. Gül gəlsin, xahiş edirəm Röya xanımdan Balaliyə. Bunu qəbul elə. Çox sağ olsun, mən bunu verərəm.
Dənizə. Dənizə. Hə, Allah balasını saxlasın versin. dəniz balamızı. Bəli, Röya xanımın Çox sağ gülü. olsun, təşəkkür edirəm. Mən böyük göndərirdim. Röya xanım bir ətir də vurmuşdu. Yox, indi bir dənə məsələ var da. Öz ətrindən belə. Və bizim qara qutumuz var. Qara qutunu təqdim edeyim Balali. Nə çıxıcı için. Qara qutu gəlsin, xahiş edirəm. Gəldiyi yolu biləndə Alqışlar qara qutunu. Balali, bu qara qutuda nələr var, nələr. sənin tarixçən yox. Bu qara qutuda sağ olsun Röya xanım, sənə hədiyyə göndərir. Bəli. Röya xanım bildi ki, sən bu verişdə qonaqsan, gül öz yerində o hez. O dedi ki, xahiş edirəm, o qara qutuya şəxsən özüm hədiyyə göndərim. Alqışlar Röya xanımı. Xoş gəlmisiniz Balali bəy. Xoş bulduk. Necəsin, nə var, nə yox? Qırmızı gəlib. Antonio. Hamını salamlayıram. Sizə sualım odur ki, Balali bəy, uşaq geyim brendi yaratmısınız. Əvvəlcə xeyirli uğurlu olsun. Uğurlarınızın davamını diləyirəm. Yeri gəlmiş. Bəs bu brend altında böyüklər üstündə geyimlər olacaq, yoxsa təkcə uşaqlar üçün olacaq? Uşaqlar üçün yaratdığımın adı Bay Baladır, Bala. Hal-hazırda onun üstündə işlər gedir. Niyə görə uşaqlardan başladım əslində? Çünki uşaqlar bilirsiniz də saf olurlar, sevgiləri də saf olur və mənə qarşı olan istəkləri elə bilirəm ki, nəsə alınar mənim o geyimlər. Amma çox böyüklər üçün də ki, bir brend düzəldim, özümə aid olan brend. Bəli, özümə aid olan brendləri düzəldim və o kostyumun o dizaynını da özüm verim, adını da özüm seçim və yaxud da o köynəkdə olan şəkilləri. Nə ad qoyarsan? Misal üçün bax, bir ən tanınmış İtalyan brendi var, Brioni. 100% bilirsən, Brioni. İtalyanların brendidir və İtaliyanın bir zövqüdür, bir tərzidir. Və sən şəxsən, misal üçün bir brend yaratmısan, onun adı nə qoyarsan? Aliço. Aliço? Aliço. Mənim adım da Əli adı olduğuna görə, ümumiyyətlə Aliço adı çox xoşuma gəlir. Aliçonu başa düşdüm, spesifik bir addır. Bəs Bay Bala, o bay nədir hamı bay qoyur qabağına? Nə demək? Bıydı da o. Nə demək ki? O əslində bıydı, onu biz bay eləmişik. Ya əslində bay, balanı bilirsiniz də, Bala Əli. Bəs bay nədir? Bay da nə bir şey fikirləşib taparıq. İndi onu da nicat desin. Elə hər şey mən deməyəcəm ki. Mərkəzdir də yəqin də. Məsələn, olur. Bay mərkəzdir. Məncə elə bir şey olar da. İngilislərdə olur, Z. Z. Bay da yəqin elə bir şeydir. Bay nə deməkdir? Bu yazılır hər dəfə. Misal üçün, bay kola. Yəni bu kolanın istehsal elədiyidir. Kola tərəfdən. Misal üçün, bay bala var ha. Bu o deməkdir ki, bala 50 tərəfdən istehsal olunan. Çox sağ. Bilmirdim, görsən səndən də bir şey öyrəndim. Bəs yaxşı bala, bir dənə sual verin. Bilmirdin, nə şun qoydun bunun adını belə? Bala var idi də. Yox, hələ onlar məndən nəsə öyrənərəm, onlar. Yaxşı, bu geyim tərzi hansı brendə daha yaxın olacaq? Gucci-yə aid olsun. Çünki amma Armani ilə Gucci-nin birləşməsi daha yaxşı olar. Çünki həm biraz sportivli, həm biraz sport, həm biraz klassik. Niyə Gucci-yə bağlı olmaq istəyirsən ki? Yəni Armani də tanınır, Gucci də tanınır. Məsələn, sən Stefano Ricci deyirsən, Brioni deyirsən, bunlar daha çox bahalı olduğuna görə ancaq üst alınır. Amma Gucci-ni adi adam da alıb giyinə bilir, Armani də elə deyil. Valla adi adam Gucci giyinmir. Giyinir, istəsə gedib işləyib qazanıb giyinə bilər. Məsələn, ona görə. Köynəyi, şalvarı, elə qiymətləri var ki. Yəni o hər adam... Münasibi də var, bahalısı da var da. Mənim əslində istəyim odur ki, qoy o bahalı brendlərin biraz da insanların gücü çatan qiymətdə olmaq olsun, münasib olsun. Münasib deyirsən qiymətləri, amma deyirsən ki, Gucci-dir, misal üçün Armani ilə... Bunlar çox elə bahalı firma deyil ki, bahalı məsələn Brioni'dir, Gucci-nin adi tişörtü, adi köynəyi 500 manatdan başlayır. Stefano Ricci neçədir? Stefano Ricci ondan 2 qat, 5 qat, daha bahalıdır. Biz nə aşağını götürürük, nə çox üstü götürürük. Yaxşı, mən almaq istəyirəm uşağa, onda deməli 400-500 manat olacaq uşağı geymişəm. Nə olar ki, uşağı dünyaya gətirmək yaxşıdır, paltar almaq istəyir. Nə vaxt başlamaq istəyirsən məhz Aliçoya və O baxır, mənə bir adam var, bir ağsaqqalımızdır bizim, bir ağsaqqalımızdır. O mənə deyib ki, mən ona xahiş eləmişəm ki, məni ora apar, sən çəkildi yanqıraqda. Hara apar? Kitaya fabrika. Öz istəyirəm ki, öz dizaynımı yaradım da. Kitayda istehsal eləyəcəklər. Bəli, Kitayda. Onsuz da demək olar ki, 500 manata satacaqsan burada. 2 dənə elə malı var ki, 5 dənə də bahadır. Yox, təbii ki, məndə də Çin maşınıdır. Yox, Çin ayrıdır. Kitay ayrıdır. Yox, məsələn, Çin var, Koreya, məsələn, Nissan Nurgin maşın. Düz deyil? Hansı maşın? Nissan. Hə, Nissan. Nissan Koreyanındır. Maşın var Yaponiyanındır. Biz Kitay deyəndə onların cəmləşdirim, Çin deyirsən ha. Çin olan hamısının bir yerdə olduğudur. Məsələn, onlar bölünüb də Şimali Koreya, Cənubi Koreya. Sən deməsən Kitay ayrı, Çin ayrı. Mən onda belə başa düşdüm ki, Şimali, Cənubi Koreya, Yaponiya, Tayvan və Singapur. Bunlar hamısı Kitayın
Yox, Singapuru qatmadı. ora. Singapursuz, bunlar hamısı Koreya, Kitaydır. Yaponiya, Yaxşı, sən Şimal yəqin ki, daha Xəritəni keyfiyyətli yeniləmək Daha lazımdır da uşaqlar, çalışdım. təcili. Kitayın ən yaxşı Baxın da keyfiyyətli nə var. xəritəyə. Şimali Koreya var. Məsələn, mən Nissan niyə görə Toyota, Nissan məsəl üçün. Nissan amma daha biraz öndə sayılır da. Bəli, Nissan Niyə öndə görə sayılır. öndə sayılır deyə bilərsən? Heç bir məlumatım yoxdur. Çünki o Koreyanın brandidir. Bu lap şey döndü, Şahiki 2 söhbətinə. Elşivaki. Aləmi qatmışdım bir-birinə. Mən onu dedim mənə. Heç Elşivaki ki, o qədər tanıyan yox. Doğrudan. Nəysə, mən belə başa düşdüm, bütün dünya Kitaydır, Balalinin dilində. Nə oldu? Verilişimizin bu yerində Azərbaycan bankçılığının tarixində öz sözünü demiş, bizim verilişimizin baş sponsoru olan Unibankın sənə hədiyyəsi var. Bəli. Eşq olsun Unibanka, bizim baş sponsorumuz. Buna bax. Sənə Aç bir dənə bax. gözəl bir hədiyyə veriblər. O kartda nələr var, nələr. Qara rəngdə Qara rəngdə və sən o kartdan istifadə edə bilərsən. İçində nəsə var? Oo. Nizatın bütün maaşı oradadır. Səncə, ay sağ ol. Ya, bu rəngi qəşəngdir ya belə. Bağat. Bəli. Sən, Adı Balay. Balali, Sambal. bunun elə özəllikləri var ki, sən çıxardıb onu harda göstərsən, deyəcəklər ki, buyur, keç, candan başdan başla. Onsuz da mən eləyəm. Bu da biraz. Bu kartla 2x olacaqsın. Bəli. Zarafat bir yananın baş sponsoru Unibankın qara kartı. Bu sadəcə kart deyil, bu bir statusdur. Bu kartla dünyanın 135-dən çox ölkəsində lounge key zallarından istifadə, fast track keçid imkanı, Heydər Əliyev hava limanına pulsuz transfer xidməti, xaricdə pulsuz internet və sığorta xidmətlərindən yararlana bilərsiniz. Üstəlik 7/24 konsiyerj xidməti daim qulluğunuzdadır. Cashback sistemi isə qara kartı digər kartlardan çox fərqləndirir. Bir üstünlüyü də qeyd edeyim ki, bu imtiyazlardan yararlanmaq üçün minimal aylıq dövriyyə tələbi yoxdur. Unibankın qara kartı sənə ən dəyərli şeyi qazandırır. Zamanı. Unibank sənin bankındır. Təşəkkürlər Unibank. Salam, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Necəsiz? Çox sağ ol. Deməli, məndə biraz xaoslu bir mövzudur. Onu sizlə bölüşmək istəyirəm. Namiq Qaraçuxurlu meyxana aləmində biraz tanınmağa başlayan kimi Aygün Kazımova ilə duetlər oxumağa başladı. Namiqə bunun üçün bir rəvayət kifayət olduğu halda siz hələ də Röya xanımla duet oxumağa nail ola bilməmisiniz. Hətta Röya xanım bu verilişdə olanda deyiləndə ki, Balali də buradadır. Dedi Balali gözləməsin, qoy getsin. Sualım odur ki, sizcə Namiqdə olub da sizdə olmayan nədir ki? Əslində Namiqin tanınmağında Aygün xanımın böyük bir rolu var. Gəlin buradan Aygün Kazımova alqışlayaq. Böyük sənətkardır, gözəl xanımdır. Namiqin tanınmağında, bugün sevilməyində Aygünün bir böyük rolu var. Amma məndə olmayan elə bir şey yoxdur ki, o məndə olmasın. Bəlkə məndə də elə şey var ki, o Namiqdə yoxdur. Röya xanım elə dedi, mən baxdım sizin o verilişə. O bilirdi ki, mən burada deyirəm. Mən burada olsaydım elə deməzdim. Onsuz da yəni görsənir ki, Röya xanımda sizə çox böyük bir hörmət var, yəni Ümumiyyətlə qarşılıqlı olmalıdır. göndərir Şərt o sizə. deyil ki, mən onunla duet oxuyum. Şərt odur ki, mənim ona yazdığım mahnını o gözəl qarşıladı və gözəl oxudu. Ola bilər ki, sabah o mənə o təklif eləyə bilər. Elə bir gün gələr, elə bir vaxt gələr ki, heç kim bugün heç nədən sığortalanmayıb və sabahına da əmin deyil. Ola bilər o mənə təklif eləyər, bəlkə də mən onda yox deyərəm və yaxud da ki, mən onun verdiyi cavabları indi verərəm. Yəni mənim üçün Röya xanımla duet oxumağım o qədər vacib deyil. Mənim üçün Röya xanımı tanımağım vacib idi və tanıdım. Yəni yaxından tanımağım vacib idi. Gördüm ki, o da səmimi qadındır və efirdə olduğu kimi də həyatda görsənir. Mehribandır, insanları başa düşür və özünün olduğu yerdə özünü aparmır. Yəni mən Azərbaycanda 2 ulduzdan biriyəm. Mən daha böyüyəm. Balaylı balacadır belə baxım. Yəni onu görmədim. Mən ondan səmimiliyi gördüm. Və elə görsəydim mən ona inandırım sizə ki, mən özüm də balaca adam deyirəm. Və Balali də meyxananın ulduzudur əslində. Hə, yəni mən onun səmimiliyini sevdim. Mən onun yəni insana Röya xanımın qarşı söhbəti bəli, nə qədər böyük Röya ehtiyacı xanımla olur olsun. Balalinin söhbəti açıldı. hara Mən getsin? istəyirəm. Yox, indi Yoxdan yox. maraqlıdır. Bir dənə icazə verərdiniz mən bir dənə. Qaçdı. Qabağımı kəsmə də. Çox xahiş edirəm. Bax, xahiş edirəm. Nə olan şeydir Yox bu? da, orada elə bir şey var ki, Başqa vaxt göstərsən mən istəmirəm. İndi mən istəyirəm sən Mən sənə heç göstər. Hə, göstərmirəm. mənə Ged, görə davə eləməyin, gəlin bax. ged qardaş. Çox xahiş edirəm. Mənə görə Çox xahiş edirəm, hə. Olsun. Görürsən, bir dənə saçlıya görə 2 dənə keçəl qırır. Birazdan hamı görəcək onu. Röya xanım Balaliyə nə hədiyyə göndərir? Qane elədi cavabım sizə. Bəli, bəli, çox qane elədi. Təşəkkür Təşəkkür edirəm, edirəm, çox sağ olun.
Deməli, Balalı bəy sizi salamlayıram. Xoş gördük sizi. Bığınıza Meyxana deyənlərə oxşuyur qardaşım. Elə mənim adım Kənandır, vokalistəm. Belə uzaqda olsa sənət yoldaşı sayılırıq. Demək, sualım belədir ki, Pərviz Bülbülə deyir ki, bir səhər proqramında deyir bunu. Balalı biləndə ki, bəs mən səhər-səhər canlı efirə çıxıram. Yuxusuna səhər-səhərdən durur, haram qatır. Mən çıxdım, verilişə baxır. Bəs Balalı mənim gizli fanatımdır. Bu düzdürmü siz Pərviz Bülbülənin gizli fanatısınız? Pərviz Bülbülə ilə bizim yol kəsişməmiz olub bu sənətin içində. Pərviz də mənim sevdiyim, bəyəndiyim, dinlədiyim meyxanaçılardandır. Mən də onun sevdiyi, bəyəndiyi, dinlədiyi meyxanaçılardanam. Amma mənim Pərvizin yaşı qədər desəm az olar. Təvəllüdü qədər də desəm az olar. Mənim o qədər fanatım var. Mesela məndə fanatların çoxusu qızlardır. Necə? Hə, qızlar. Pərviz belə meyxanaçı olaraq yaxşı meyxanaçıdır. Amma o boyda hələ Pərviz deyil ki, Balaylı ona fanat olsun. Balaylının fanat olduğu adam Məşəd Baba olub. Mən Məşəd Babaya illərlə balet eləmişəm də, ona Kərimi balet eləmişəm. Nə bilim, Pərviz əgər özünü Məşəd Baba kimi bilirsə, mən ona fanatlıq eləyərəm. Qısa və konkret. Yaxşı, Balalı, Pərviz olduğu verilişə baxmısan da. Baxmışam. Səncə Pərviz də bu verilişə baxacaq? İstəyər baxar, istəyər baxmaz. Pərviz də məni fanatlığını deyə bilər ki, mənim üçün mən xoş qarşılayaram. Desin ki, mən Balaylıya fanat olmaq üçün gərək Balaylı 100 il yaşasın. Mən bu sözü gözəl qəbul edərəm. Mən heç istəmərəm mənə Pərviz kimi fanatım olsun. Olsa da mənə absurd gələr o. Yəni maraqsız olar. Pərviz məncə zarafatsan demişdi, amma səndə biraz agressiya zat hiss Yox, mən də zarafat edirəm ki, Pərviz orada deyir ki, Balaylı mənim fanatımdır, ona görə səhər tezdən kanalı yandırıb mənə baxır. Balaylının o qədər işi gücü var. Balaylı Qalimbayev fanatıdır. Amma belə kəskin cavabların qarşısında qane olmamaq həm təhlükəlidir, həm də haqsızdır. Ümumiyyətlə, maçdağı olmasaydı, heç bir meyxanaçı bugün bəlkə də meyxanadan aşa bilməzdi. Nə oxu görək, nə bilirsən. Əla, super! Çox sağ ol qardaşım. Çox istedadlı qardaşımız, var olasan. Və mən istəyirəm ki, qardaşımız buradaykən bir dənə Balalı. Gitara, solo. Əla olar. Gülzar üzünü yar mənə göstərsə bəsimdir. Gülzar üzünü yar mənə göstərsə bəsimdir. Könlüm oradan bir dənə gül dərsə bəsimdir. Mən istəmərəm, mən istəmərəm özgə gözəllər məni sevsin. Öz yarım əgər xətrimi istərsə bəsimdir. Mən neyləyirəm xalça olum. Yad başı üstə, kandarda həsir tək, məni yar sərsə bəsimdir. Əzizim olmayaydı, saralıb solmayaydı. Bir ayrılıq, bir ölüm, heç biri olmayaydı. Əzizim olmayaydı, saralıb solmayaydı. Bir ayrılıq, bir ölüm, heç biri olmayaydı. Bu qala, daşlı qala, çınqıllı daşlı qala. Qorxuram yar gəlməyə, gözlərim yaşlı qala. Bu qala, daşlı qala, çınqıllı daşlı qala. Qorxuram yar gəlməyə, gözlərim yaşlı qala. Bulaq başı toz olar, üstü dolu qız olar. Əyil dəsmalın götür, mən götürsəm söz olar. Bulaq başı toz olar, üstü dolu qız olar. Əyil dəsmalın götür, mən götürsəm söz olar. Bu
bu qala, qala, daşlı qala, zıngıllı daşlı qala. Qorxuram yar gəlməyə, gözlərim yaşlı qala. Bu qala, bu bala şirin bala, bu bala şirin bala. Qorxuram yar gəlməyə, gözlərim yaşlı qala. Sağ ol Balali. Balali'nin en çok sevdiğim mahnı bir sanatçı olup okunmuşlar keçən verişdə. Dale, dom dale, bir dana oxudan ola. Balali. Salam, adım Orxandır. Əvvəlcədən hər kəsi salamlayıram. Sualım qonağımıza belə olacaq. Nizami Rəmzinin yazdığı Xızı Dağları mahnısını bütün ölkə bilir. Rəşad Dağlının yazdığı Vuruldum bir yara mahnısını Çinarə Mələkzadə ilə Mustafa Cezeli oxudu. Bəs sizcə sizin hansı əsəriniz tarixdə yadda qalacaq? Mən Karolam, sən Valent, Titraxuda, Titraxuda. Əslində Titraxudanı mən sənin üçün deməmişəm. Sənin böyütdüyün balaca üçün demişəm. O da böyüyəcək, o böyüyəndə onun yadında qalacaq, o da tarixdə qalacaq. Mənim tutduğum qafiyələr böyüklər üçün də var, balacalar üçün də var. Amma mənim ola bilər ki, özüm tarixdə qalım və özümün tarixdə qalmağımla mənim bütün qafiyələrim dillər əzbəri olsun, yazdığım mahnılar. İnsanın özü bir şey olmalıdır. Bildin? Çatır fikrim sənə. İnsanın özü bir şey olmasa, əgər onun bir bacarığı, istedadı olmasa, o sənə Titraxudan məsələn sən deyirsən məsələn elə, mən o uşaqlar əzbər bilir. Sən evdə uşaqdan soruş, onu əzbər bilir. Mən Karolam, sən Valet. O da bizim xalqımızın balasıdır. Onun da neyəsə ehtiyacı vardı, onun da qidalanmağa bir şey lazımdır. Düzdür? Elə hamı krevetka yeməli deyil ki, uşaq simeslə böyüyür. Ona simes vaxtı simes vermək lazımdır. Biraz böyüyəndən sonra manlı verirsən, biraz böyüyəndən sonra kartoşka fili verirsən, sonra gəlir kabab, sonra gəlir krevetka da yeyir. Röya xanım üçün yazdığım qürur mahnısını sənin bəyəndiyin və yaxud da ki, sənin daha məndən daha çox üstün bildiyin, məndən daha çox yaxşı bildiyin meyxanaçı yaza bilməzdi. Çox sağ olun, təşəkkür edirəm. Balali, qardaşımız sənə sual verdi, normal. Sən niyə əsəbləşirsən? Əsəbləşmədim, mən deyirəm ki... Gülə-gülə gəldi, səni sevən biridir. Gülə-gülə gəldi, səni sual verdi. Mən onu sevmirəm ki. Əslində mən bu sualla çox rastlaşdığıma görə, daha bu cavab mənim özümdə hazır olduğuna görə, mən heç vaxt çalışmamışam ki, hamı kimi olum. Yəni o sual verdi ki, Titraxudadır. Bəli, Titraxudadır, Nupaqadidir, mən Karolam, sən Valetdir. Qala bilər tarixdə? Niyə qalmasın ki? Qalıb da tarixdə qalıb ki, o mənə sual verdi. Mən Titraxudanı tutanda 5 il bundan qabaq tutmuşdum. Amma bu 5 ildən sonra o sualı verilmədi. Mən tarixdə qalıb ki, o sualı verildi. Sualı çox eşitdiyimə görə elə hiss eləyirəm və yaxud da elə hiss elətdirirsiniz mənə ki, siz onu bəyənmirsiniz, amma sizin bəyənmədiyiniz bir şeyin milyonlarla baxışı var. Yəni mən onu körpələr üçün demişəm. Mən onu sənin üçün deməmişəm ki, sənin üçün dediklərim var da. Mən sənin üçün dediklərimdən ged öz yaşıma uyğun olandan istifadə elə. Mən onu körpələr üçün demişəm. O bəyənmir nəysə. Sən bəyəndin ki, bəyənmir. Yox, mən demədim bəyənmirəm. Mən sadəcə sualım bundan ibarət idi. Qeyd edirsiniz ki, yəni mən Karolam, sən Valent. Sən məndən onu görmüşsən də, qardaşım. Titraxuda tarixdə qalacaq. Niyə qalmasın ki? Yəni o da onu soruşur da, qalacaq tarixdə qalmayacaq. Qalacaq. Əlbəttə niyə qalmasın ki? Tarixdə o qədər, tarixdə yaxşı şeylər də qalır, pis şeylər də qalır, lazım olan şey də qalır, lazım olmayan şey də qalır. Hərə özünün nəyə çatır, gücü, qavramağın nə qədərdirsə o qədər də götürür. Yəni o sual verdi ki, hansı əsərin tarixdə qalacaq? Bir dənə dinən. Bəs sizcə hansı əsəriniz siz əminsiniz ki, tarixdə qalacaq? Mən yazılan hamısı tarixdə qalacaq. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Və mən bir şey də bilirəm, Balalinin ayrıca bir biznesi var. Bizim xüsusi sponsorumuz olan Soundrite şirkətinə Balali bir 5-6 dənə maşın ora verib işləyir hal-hazırda. Düzdür? Sahibkar kimi işləyirsən. Balali necədir Soundrite şirkəti? Soundrite əladə dostlarımızındır da, bilirsən. Vaxtı-vaxtında ödənişlər edirlər. Ödənişlər də yaxşıdır. Bir də bilsən onlarda nə yaxşıdır? Dostlarımız da tanıyırlar. Sistemlər də çox rahatdır. Maşınlara yaxşı baxırlar. Bəli, maşınlara yaxşı baxırlar. Çox maşınlara kimi vacibdir. qayğı göstərirlər. Bəli. Sağ olsun. Yəni başqasının malını deyir, o əmanət elədim sənə, əmanətə xəyanət eləmirlər də. Yəni sahibkar kimi başqa taksi parkı yox, Soundrite məsləhət görsən, düzdür? Bəli. Bəli. Əziz taksi sahəsində sahibkarlıqla məşğul olanlar, əgər biznesinizin gedişatı ilə bağlı suallarınız varsa, mövcud iş rejimi sizi qane etmirsə və gəlirinizi riskə atmaq istəmirsinizsə, doğru ünvandasınız. Yanqonun rəsmi partnyoru olan Soundrite
şirkəti sizi etibarlı əməkdaşlığa dəvət edir. Soundrite sizə stabil və davamlı qazanc, işiniz üzərində rahat və şəffaf nəzarət imkanı yaradır. Qazandığınız məbləği 7/24 istənilən vaxt balansa köçürmək mümkündür. Qısası, Soundrite taksi biznesi üçün güvənli və rahat tərəfdaşdır. Təşəkkürlər Soundrite. Salam, xoş gəlmisiniz. Adım Nərmindir. Sizə bir sual vermək istərdim. Nəfəs xanımla olan virtual duetiniz 40 milyon izlənib. Ancaq Azərbaycan tarixinə aid olan səfərblər videosu isə cəmi 3000 baxış qazanıb. Sizcə bunun səbəbi nədir ki, sizin videonuz 40 milyon, ancaq maarifləndirici bir video isə cəmi 3000 baxış qazanır? Bu əslində yaxşı bir şey deyil. Kaş o maarifləndiriciyə daha çox baxış olardı. Mən sosial şəbəkələri günahlandırıram burada və sosial şəbəkələrin də izləyici kütləsini. Yox, sosial şəbəkənin günahı yoxdur. Sosial şəbəkə açıq bazar kimidir və gəlirsən, sən seçmə olursan. Niyə görə günahlandırıram? Mən sənə deyim. Bir bazara bir malı gətiririk. Mən pomidoru nə qədər sürtürəmsə, o qədər bahalı görsənir. Bildin necədir? Yəni bu sosial şəbəkələrdə də belə bir şey var ki, onlar istədiyi nə deyil, hansısa bir musiqini deyim və yaxud da hansısa bir reklamı deyim, daha çox önə çıxarda bilirlər, daha çox kəşfiyyətə sala bilirlər. Yəni narazı verirsən ki, niyə o maarifləndirici klipi izləyicilərin o Bəli, əslində sosial şəbəkələrin alqoritmi necə işləyir? Bir şey nə qədər çox baxsan, o qədər çıxır qarşıma. Bəs sən mənə cavabımı verdin. Aldın əlimdən, verdin. Ay sağ ol. Mən inanmıram ki, hansısa bir alim deyim və yaxud da hansısa bir ixtira eləmiş adam bütün gün otursun TikTok'un qabağında neysə izləsin. Məncə o vaxt yoxdur. Amma baxın. Bəlkə belə bir şey. Sən bayaq dedin ki, kaş mənim videolarımda, kliplərimdə olan baxış maarifləndirici olardı. Bəli, bəlkə, bax, əlində belə silah var, auditoriya var, bu qədər baxış var. Bəlkə maarifləndirici musiqi oxuyasan. Mən həmişə çalışıram və əlimdən gələni eləyirəm. Sadəcə olaraq bir arena açılmalıdır mənim üçün. Mən o arenada istədiklərimi göstərməliyəm. 40 milyon adam var da. Yox, o arena yox. Mənim yəni kütləm bu günləri məndən bunu istəyir. Mən onu deyirəm. Amma məsələn, mən bu yaxınlarda ola bilər. Deməli, sən yaxşı fikir dedin ki, kütlə nə istəyir, sən də onu verirsən. Misal üçün, mən filmlərində kütlə məndən nə istəyir vermirəm. Mən istədiyim şey kütləyə satıram. Bax, Əlxan, müəyyən vaxta qədər elə şey olur ki, mən məcburam kütlənin istədiyini verməyə. Çünki mənim dolanışığım odur. Bildin necə? Sən indi orada dörsən. Sən maşallah, əlində Rolex, altında Galenwagen. Sən onlara diktə eləməlisən. İndi o zaman gəlibdə, amma bundan qabaqki zamanda o daha yox idi. Mən indi bundan sonra gələcəyindəki addımları görürsünüz, yazdığım mahnılarda belə, işlətdiyim sözlərdə belə və başqa verilişlərlə bugünkü verilişlərdə görməndə nə qədər irəliləyiş, nə qədər... Əlxana razıyam. Simanı tanıdımısan da artıq. İndi mənim də borcumdur ki, tanıtdığım simanı daha çox maarifləndirici yazılar yazım, əsərlər yazım, ölçüm. İnşallah eləyərəm də, nələ nə yaşım var ki, nə gün görmüşəm ki, dünən yatıb boyun oyanmışam da. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Bəli, hamımız bildiyimiz kimi Balaylı qardaşım brend geyimlər geyinir və Balaylı qardaşımız bütün brendləri, bütün markaları çox yaxşı tanıyır. Hamımın biri, mən də bilirəm. Burada bir siyahı hazırlamışıq. Hamımızın tanıdığı, istifadə etdiyi, gördüyü brendlərdir. Mən istəyərdim ki, biz göstərəcəyik, sən adlarını çəkəcəksən. Və hansı brenddən geyinirsən? Ancaq adlarını çəkmək lazımdır. Jack Jones, hə? Jack Jones. Jack Jones. Növbəti. H-M. Nə? Ortada bir dənə də hərf var. H, nə bilim, nə M. Bala nə dedin ona? H, nə bilim, nə M. H, nə bilim, nə M. Patek Philips. Patek Philips. Patek. Saat firmasının. Yox, burada S yoxdur, Philips deyil məncə. Patek Philips. Philip? Yəni Philips edir. Yəni belə deyirlər də. Patek Philips. Patek Philips. Philips yox. S yoxdur. Mən də bilmirəm, ona görə. Hublot. Hublot. Ha, o da saat bilindir. Hublot. Zenort. Zahar Mehmanın brendi. Bu oversize geyimlərin brendində deyirsən. Bu oversize geyimlərin brendidir. Deyəsən bu The North Face'dir. Daha çox alpinistlər üçün, daha çox qış geyimləri. Qış idmanı sevənlər üçün. Qış idmançılar üçün. Aha. Givenchy.
Şivensi deyil o. Şiven. Şivensi deyil, Şivensi deyil. Yox, Givenchy. Cavanşi. Şivensi həyat getirdim. Lauren. Ralph Lauren. Lark Lauren. Rel. Bu nə qədər hərf yazılıb? Allah belə. Allah belə. Laf elə. Allah belə. Ralph Lauren. Ralph Lauren. Aha. Böl. Necə var belə? Gələ. Allah. Louis Vuitton da. Demə. Mən nə bilim. Louis Vuitton da. Hə? Louis Vuitton. Burada o şəkillər qutardı. Sənin üçün ən maraqlısı hansı oldu bablardan? Jack & Jones, H&M, LC22, Patek Philippe, Hublot, The North Face, Givenchy, Ralph Lauren, Burberry. Heç biri. Heç biri. Bəli. Heç biri. Çin brendlərindən bu qədər danışdıq. Mən istərdim ki, bir Azərbaycan brendindən danışaq. Azərbaycan məhsulundan danışaq və bugün bizim xanımlar qıpqırmızı buskolanı gətirirlər. Bizim düz qabağımıza qoyurlar. Sən də dadına baxsan, mən də dadına baxıram. Naxçıvanın suyu ilə hazırlanmış Azərbaycanın milli kolası olan Buskola gəlir. Bir dənə səsə baxın. Bax. Of, bu nədir? Ay balalı. Bu nədir? Bu nə səsdir belə? Bu səs adamı sən haralara aparır. Balalı bəy, necəsiz? Sağ ol, siz necəsiz? Balalı bəy, sualım belə olacaq ki, bir çoxlarımız bilirik ki, sizin populyarlıq qazanmağınızda bir neçə nəfərin rolu olub. Bunların biri də meyxanaçı Rəşad Dağlıdır. Sizcə Rəşad Dağlı meyxanaya geri qayıdandan sonra meyxana və Balalı əvvəlki kimi olacaq? Ümumiyyətlə, mənim populyarlığım başqalarına bir bağlı deyil. Mən özüm olaraq, Balalı olaraq, bir tipaj olaraq. Sizdə bir dənə söz var, keçən səfər yaxşı dedi, İdi Kamini. Məndə o var. Fərqi yoxdur, mən meyxanaçı olmasaydım da, bir çəkməçi işləsəydim də, bəlkə də mənim müştərilərim daha çox olardı. Çünki o məndə o İdi Kamini var. Cəmaət qəbul edilmiş. Amma Rəşad Dağlının mənim karyeramda, gəldiyim yolda böyük bir nişan xəttidir mənim üçün və böyük bir yol ayrıcıdır ki, ondan çox şey görüb götürmüşəm və böyük bir dəstəyi də olub və Rəşaddan da qabaq ustadlarım olub ki, məsələn, Allah rəhmət eləsin, Kərimə mən ilk dəfə Kərim efirə çıxardı. Mən Kərimdən çox şey öyrənmişəm və musiqi demək olar ki, o bəstədiyim musiqilər ki var. Biz hərdən bilməm fikir verirsiniz, vermirsiniz. Biz çönüb deyirik ki, fa şür ver, sol şür ver, cəhaycah ver. Mən onun demək olar əksəriyyətini Kərimdən öyrənmişəm. Kərim də mənim üçün böyük bir məktəbdir. Amma Rəşad çıxandan sonra elə bilirəm, daha bir maraqlı bir şey taparıq da. Yəni, köklənmədik ki, əvvəlki o olan qafiyələrə. Bəlkə elə bir maraqlı bir şey taparaq ki, daha da partlayar. Demək istədik ki, əvvəlki kimi maraq olacaq, yoxsa yox? Ümumiyyətlə, meyxana əvvəlki kimi marağı olmağı üçün, yenə də deyirəm, o komanda şəkli ki var idi, bizim komandamız var idi, o komandanın bir yerdə olmaq lazım idi. İndi yoxdur komanda bir yerdə? Demək olar ki, yoxdur. Rəşadın Allah köməyi olsun, Rəşad yoxdur, Orxan demək olar uzaqlaşır, Pərviz demək olar ki, oxuyur, çox elə gəlmir. Və bir neçə meyxanaçılar var ki, onlar birləşəndə bu meyxana tamaşa işidir. Vüqar Abdilovun bir sözü var, bu komanda bir işidir də. Yəni, futbol kimidir bu da? Bəli, o mənə nəsə deyir, mən buna cəm şəklində olanda daha dadlı olur. Meyxana aləmində əslində mənim ən xoşladığım meyxanaçı siz olubsunuz. Sizə əlavə bir sual da vermək istəyirəm. Mən özüm əslində jurnalistəm, sizə show biznesdən onun üçün sual vermək istəyirəm. Vaxtında sizin Pərviz Bülbülə ilə sərt dəyişmələriniz var idi. Sizcə axırda o dəyişmələrin sonunda kim qalib gəldi? Siz ya Pərviz Bülbülə? Mənim Pərvizlə ümumi bir rəqabətim olub. Qısqanclıq deməzdim, o kişiyə yaraşan bir şey deyil. Bir-birimizə elə bir bəyənməməzlik var idi. O tərəfdən də var idi, mən tərəfdən də var idi. Bu da ortaya bir yaxşı bir iş qoydu. Yəqin ki, mən qalib olmuşam ki, bugün Pərviz Bülbülədən daha çox meyxanada mənim adım çəkilir. Amma Pərvizin də bu bir uğurudur ki, Pərviz məni ilə meyxana deyib, mən Pərvizlə meyxana demişəm, mən bugün bura gəlib çıxmışam. Deməli, Pərviz də böyük tramplin olub mənim karyeraya. Messi ilə Ronaldo kimi? Yox, Messi ilə Ronaldo kimi deməzdim.
verməzdim. Kim kimi? Futbol misalı olsaydı. Yox, mən daha çox reklamlara, daha çox gündəmdə olduğuma görə Ronaldo deyərdim. Ronaldo? Hə. Onda Pərviz kimdir? Mbappe-dir Pərviz. Pərviz Mbappe-dir, hə. Sən bax misal üçün filmdə çəkilsəydin bir aktyor kimi, hansı obrazı istəyərdin özünə? Misal üçün James Bond var, bu Al Pacino. Al Pacino o aktyorun adıdır. Kimdir onu oynayan? Al Pacino ilə Al Pacino'dur. Ad familiyası da Al Pacino. Yəni o oynadığı rolları oynamaq. Yox, aktyorun öz adı nədir? Al Pacino. Al Pacino'dur. Oynadığı rolun adı nədir? Milyon dənə rol var. Al Pacino oynadığı rol da var. Scarface filmini deyək. Tony Montana deyirsən. Tony Montana, bəli. Tony Montana. Azərbaycanın Tony Montanası. Niyə də olmasın? Portuqaliyanın Niyə olmasın? Azərbaycan balalisi. Hamını xoş gördük. Siz də Balalı bəy xoş gördük. Meyxanaçı Vüqarla münasibətiniz soyuqdur. Əvvəllər də aranızda söz atışması olub. Buna səbəb nədir? Nəyi bölə bilmirsiniz? Çox sağ olun suala görə. Meyxanaçı Vüqarla bizim aramız heç vaxt soyuq olmayıb. Mənim ümumiyyətlə meyxanada Vüqar Əbdülov adında böyük bir sənətkara böyük bir hörmətim var. Çünki Vüqar daha çox yaradıcıdır. Vüqar məndən daha çox sənətə qatqıları, daha çox xeyri dəyən ustadlardandır. Heç bir vaxt aramızda soyuqluq olmayıb. Olub onun mənim haqqımda bir mənfi fikir səsləndirib və yaxud da narahatçılıq bildirib, xoşuna gəlməyib hansısa bir sözüm, hansısa bir qafiyəm. Mən onu xoş qarşılamışam. Niyə görə? Çünki o sənətin öndə gələn simalarındandır, böyük ustaddır, başımızın tacıdır. Onun yəni bizdən səhv tutmağı bizim xeyrimizə olan bir işdir də. Vüqarla heç vaxt aramızda soğuq olmayıb. Bu dəqiqə münasibətlər əladır. Münasibətimiz də çox yaxşıdır. Həmişə də bizim ustadımızdır. Vüqar qardaşımızı alqışlayaq. Gəlsəydin bizim xüsusi sponsorumuz olan Unimetal haqqında məlumat verim. Unimetal sənayedə uğurun təsadüf olmadığını sübut edən, 30 ildən artıq təcrübəyə sahib, stabil keyfiyyət təqdim edən və illik 50.000 tona çatan istehsal gücünə malik yerli markadır. Qafqazda yeganə boyalı rulon istehsalçısı olaraq Unimetal müasir texnologiya və tam avtomatlaşdırılmış istehsal xətti ilə beynəlxalq ISO 9001 standartlarına tam uyğun çalışır. Unimetalla eviniz güvəndə qalacaq. Unimetal. Əsl metalın ünvanı. Təşəkkürlər Unimetal. Təşəkkürlər Unimetal. Salamlayıram. Yazıq qız əlinə atırı götürür. Bir. Meyxana deyəcəksən qardaşım. Yox, bir rəqəmini yoxlayır. Əvvəla salamlayıram hər kəsi. Balalı bəy, sizi Nizam. Bir vaxtlar ölkədə səs salmış Decəlsin meyxana yarışması var idi. İllər sonra o yarışmaya oxşar bir yarışma yayımlandı. Siz nəcəb orada yoxsuz? Sizi ora layiq görmədilər, yoxsa siz özünüzü ora layiq görmədiniz? Əslində mən təklif aldım və birinci o verilişin proyekti hazırlananda belə iki meyxanaçının yanına gəlmişdilər. O iki meyxanaçıdan biri mən idim, birincisi hətta mən idim. Hətta təkliflər də oldu. Təklif də almışdım və mən müəyyən qonorar istədim. Yəni yalandan gizlətmirəm. Açıq danış bala. Qonorar istədim o verilişdə olmağım üçün. Nəyə görə? Çünki mənim daha çox indi qazanca ehtiyacım var. Mən sənətimdən daha çox pul qazanan vaxtlarımdır. Mənim daha o vaxtlarım deyil ki, mən çıxım özümü gör. Mən olduğu kiməmsə onu sübut etmişəm artıq. İndi öz kütləm var, sevənlər də sevir. Bundan sonra qoy mənim kütləmin üstünə sevildiyim qədər kütlə gəlsin. Ondan artıq gəlməz. Amma pulumu dedim, qonorarımı dedim. Əvvəlində qəbul edədilər. Bir də mən onlara şərt qoymuşdum ki, mən onlara dedim ki, meyxanaçıların yaş təbəqəsinə baxmayın. Bütün ustadlar qarışıq çağırın. 16 nəfər seçilirsə, meyxananın keçmişindən tutmuş bu gününə qədər ən sevilən, ən gündəmdə olanları gətirin. Mənə də bu qədər qonorar verin, gəlib orada iştirak edəcəm. Sən o qonorarın əvəzində öz sənin sevən kütləni də artırın, apardın ki, verilişə. Bəli, mənim onlar verdiyi qonorar, mənim istədiyim qonorardan böyük bir kütlə gətirəcəkdim. Mən orada nə qonorar istəməmişdim. At işləməmişdim, qəbə istəməmişdim. Aylıq $30.000 pul istəmişdim. $30.000, 51.000 manat. 50.000 manat. Sən nəşin dollarla deyirsən, Azərbaycanda yaşsan, manat nədir? 50.000 manat pul istəmişdim. Çin pulu ilə istəyərmiş də, bəlkə onda verərdim. Mənə də müəyyən ehtiyaclarım var. Çünki mən ora getdimsə, daha çox ora kökləndiyimə görə, daha çox toya gedə bilməyəcəm. Səncə o pulu orada SMS-dən çıxaracaqdılar, o pulu sənə versəydilər? 50.000 əminsən o? Artıqlaması ilə. Bəlkə də 5 qat artıq.
Ay maşallah. Kütləbə inanırsan. Mən bəli, mən ona düşünürəm. Onlar özləri də bilir ki, mən oraya gəlsəydim çempion olayım. Balali, bayaqdan baxıram. Bu gözəl təamları stolda heç qalmır balanın əlində. Biz özümüz yemirsən. Buna bax gələ. Bax bu 2 dənə burdan bu gedir. Qardaş, bayaq səndə bax belə idi, fırlatdın mənə tərəf. Yaxşı da. Profi, bax sağ profi. Yemək də bax sən siz. Qardaşım, Irish Pub, Bay Hollywood elə bir obyektdir ki, bu bitəcək. Bir dəqiqə qardaşımızı gətirəcək. Qutardı söhbəti yoxdur. Qutardı söhbəti yoxdur. Var, gəlir. Arada da özümüz yığışaq, gələ Irish Pub'da oturaq dincəlik. Onsa şotu sən verəcəksən. Təşəkkürlər Irish Pub. Təşəkkürlər Irish Pub. Bizə gözəl belə bir şərait yaradırsınız. Əvvəla hər kəsi salamlayıram. Xoş gördük. Sizə belə bir sualım olacaq. Digər sənətlərdə olduğu kimi meyxana sənətində də yaxşı mənada təsvirləmək nöqtəsi var. Misal üçün, aktyor düşünür ki, kaş bu rolu mən oynayardım. Müğənni düşünür ki, kaş bu mahnını mən oxuyardım. Bəs Baləli harda təsviflənib deyib ki, kaş meyxanada deyilən bu bənd mənim ağlıma gələrdi. Meyxanada elə şeylər çox olub. Bəzən biz görürsən bir yerdə otururuq. Biz həmişə demək məcburiyyətində deyilik ki, görürük 2 dənə meyxanası deyib, təkbətək deyirlər, sən onlara qulaq asırsan. Görürsən ki, o ona cavab edirsən ki, kaş mən o cavabı verərdim ona. Yəni bu əslində yaxşı bir şeydir. Bir-birinin sənətinə qibt eləmək, bir-birinə o sənətinə hörmət eləmək deməkdir. Mən çox istəyərdim o dövrdə yaşamaq istəyərdim ki, o dövrdə Məşədi Babanın yaşadığı, Məşədi Babanın ən gözəl dövrləri, meydanda olduqları dövrlər idi. Çox istəyərdim, məsəl üçün, o Aydın dediyi sözlərdən birini də mən deyim. Niyə? Bəlkə indi elə cavanlar var ki, onlar da fikirləşirlər ki, kaş bu Balayəlinin dediyi sözü mən deyərdim. Namiq mənana Məşədi Baba meyxana deyir, qafiyə də belədir ki, gəl qabağa, qaçma qırağa dostum. Namiq mənana Məşədi Babaya qayıdır, deyir ki, o Namiqdir gündə yeyir kababı, gücün çatmayır qayğanağa dostum. Meyxana dəyişməsində Məşədi Baba ona bir gözəl cavab verir ki, deyir, gəl kababla qayğanağı qoyaq yan-yana, görək hansı dəxli vardı vicdana. Kasıbçılıq əyib deyil insana, min şükür əynimdə yamağa dostum. Yəni, kaş bu cavabı mən də verə bilərdim. Rəqib mənim üçün, yəni... Bizim xüsusi sponsorumuz olan Slippy Balaliyə gözəl bir hədiyyəsi var. Böyük ehtiyacım var mənim. Bəli, gəlsin Slippy. Almışlar Slippy'ni. Bu Slippy salfetləri evdə, maşında, ofisdə, avtomobildə, restoranda, Bunlar salfetini göndəriblər də. Bəli, hər yerdə bu sənə Bunlar lazımdır. salfetini göndərib. Balali deyir ki, xahiş edirəm, oğluma uşaq bezi göndərin Slippy'dən. Uşağı, o keçən səfərdə Ola bilər, göndərib. mənim köməkçim. Çox sağ olun. Bəli, bayaqdan mən fikir verirəm, bizim qonaqlar, bəli, narahatdılar və onlara çox maraqlı ki, Röyə xanımın göndərdiyi hədiyyə nədir, qara qutdakı nədir, nə hədiyyə ola bilər orada, nə eşya ola bilər? Daha aç baxaq da Bəlkə ətir göndərər. Nə? Ətir göndərər, nə bilim. Məftil? Ətir, məftil nədir? Mantiyor deyir Röyə xanım. Ətir elə bir şeydir ki, o adamı sən o qədər yaxından tanımalısan ki, Hardan baxardın? 1, 2, 3. Röyə xanım Balaliyə nə hədiyyə göndərib? Bəli. Bəli. Qaşlı mikrofon. Bax, bu qaşlı mikrofonu Röyə xanım niyə Balaliyə göndərsin? Bax, versiyalarım. Nə versiyan var? Niyə göndərə bilər? Nə versiyadır? Fikirləşirəm. Bax, niyə qaşlı mikrofon? Sən təxmin eləyə bilərdin ki, oradan mikrofon çıxacaq? Yox, təxmin onu gördüm bayaqdır. Dedim, Röyə xanım sürprizlər sevmir, amma sürpriz eləsə nəsə maraqlı bir şey. Mən bir sənə deyim də, niyə? Baxım dənəm. Çünki Röyə xanımın öz mikrofonu da qaşlıdır. Bu mənə göndərib ki, bu qaşlı mikrofonu. Yəni, qaşlı mikrofonlu ilə elə qaşlı mikrofonlu oğlan oxuyan. Ola bilər, ola bilər. O mikrofonunu görmüşəm, qaşlıdır. Bildin necə? Bəlkə mikrofon. Bəlkə içində nəsə var? Yox, o mikrofonunu görmüşəm əlində. Bu bir su qabısıdır, qaşlıdır. Bir də mikrofonu da qaşlı. Bunu da göndərib, yəni duyetə hardasa yaxın olsun. Bu ilə bu nə uyğun gəlmir axı. Gələk 2 dənə qaşlı maraqlı. Əlixan, səncə niyə qaşlı mikrofon? Bax, sən nə deyirsən? Mən belə bir versiyam var ki, versiyalardan biridir daha doğrusu. Balaylı gözdə qaşlı oğlandı. Duet oxumağa dəvət eləyə bilər. Özü də dedin mikrofonu qaşlıdır. Sənə də qaşlı yolladı ki, bu mikrofonlar toqquşmalıdır səhnədə. Bu versiyalardan biridir. Məncə bəlkə təzə mahnısı var, təzə mahnı var da. Nizat, təzə bir mahnı yazılıb da yenə. Bu o qışdır da, qaşlıdır axı. Qınaşı var orada. Bəlkə, çox uzatmayaq. Hərə bir sözlüdür. Aha, sən nə versiyan var? Bəlkə Röyə xanımın özəsi bir zəng eləyək, soruşaq. Bəli. Bu mikrofonu niyə göndərib? Bəli. Hə? Bəli, adə.
Deyəcək adı. Yo, zarafatsız. Mən istəyirəm Röya xanıma zəng edeyim. Ölsən bağışda da marojnalar. Ona oxşadı. Arzanın dibində verir. Alo. Salam əzizim. Salam, necəsən? Sağ ol. Səni Zarafat bir yanaş olsundan salamlayırıq. Bəli, telefonda bizim xalq artistimiz, sənətkarımız Röya xanımda alqışlayaq. Salam uşaqlar, salam, necəsiz? Hamımızı salamlayır. Qonağımızı da salamlayıram, siz də salamlayıram. Çox sağ ol. Hə. Əzizim, buyur. Əzizim, deməli bizim bugünkü qonağımız verilişdə Balalidir. Hə, mənim bəstəkarım, şairim. Bəli, bəli. Mənim hədiyyəm, yəni göndərdiyim bir şey ora Bəli, ona görə zəng eləmişik ki, siz bu qaşlı mikrofonu niyə Balaliyə göndərmisiniz? Uşaqlar, ayın 13-ü mənim konsertimdir. Onun nəsə problemi var. İstədim Balaliyə düzəltdirsin onu. Mikrofonu düzəltdirsin. Qocamız mənim kimi, onun da batareykasını dəyişdirir. Nə deyirsən Balali? Salam Röya xanım, xoş gördük. Allah sizi qorusun. İnşallah onun üçün şəxsən bu mikrofonu düzəltdirib gətirəcəm sizin konsertinizə. Özdə qızımın da ad günüdür ya, onun üçün. Ay maşallah. Maşallah, Allah sizi qorusun. Öpürəm sizi, çox sağ olun. Allah sizi varsın, çox sağ olun. Öpürəm Röya xanım, narahat elədik. Yox, narahat eləmədiniz, şok oldum, öpürəm. Öpürəm, sağ ol, sağ ol. Gördün? Mən səndən mantık gördüm. Balali mankör kimi də evlərə gedir. Mikrofon düzəldi. Ya bu bir zarafatı idi. Röya xanım səni də odan çox istəyir. Balali, gəl, verilişin artıq Gelib palatkadan buna meyxana demək. Müfət nasıl niyə verməyir daha bunu? Gəl səmimiyyət faizini ölçək. Əziz və dəyərli qonaqlar, əgər siz düşünürsünüz ki, Balali suallara qeyri-səmimi cavab veribsə, xahiş edirəm qırmızıları. Bax, gördün səni qaldırdım. Hiç onu buluyar. Əgər düşünürsünüz ki, səmimi idi, göy işarələri qaldırın, zəhmət olmasa pulu var. Göy. Vay. Diya. Görürsən. Qaldırın da bir şey uşaqlar. Var. Zəhmət olmasa ayağa qalxın. Sizin qırmızı qaldıran əllərinizin qadasını alarım. Nəyə görə qırmızı? Balalı bəyin qızı olub ya oğlu olub, yəni övladı olub. Amma bizə şirinlik vermədi. Balaliyə nəyə görə qırmızını qaldırırsan? Şirinlik vermədi. Gəl onun şirinliyini verir. Şirinlik versə göy olacaq. Nəyə şirinliyin versin? Övladının olduğunu şirinliyidir. Gəl. Oyda. Alqışlayaq. Doğrudan da verdi. Gəl, sağ ol. Halaldır. Otur qardaşım. Əyləş, bax görürsən. Deməli, nəticə, heç nə olacaq, post terminalı gətirin. Gətirin post terminalı. Geri ödəməyə. Bəli. Hesabı verək. Unibankın post terminalı zəhmət olması gəlsin. Bəli, həmişə kimi. Qardaşım, 2 dənə kartım var. Biri mənimdir də. Yox, demək istəməndir, seç hansından. Yox, demədim al əlimdən. Dedim, seç hansı ilə ödəyim. Qardaşım, onsuz İkisi də da pul var da qardaşım. ikisi də mənim pulumdur. Əybi yox, sağdakı ilə var. Sağdakı, yaxşı. Ödə. Baxmıram, mənim maraqlıdır qardaşım. Ay, söz pulu deyir, ona görə. Ödə. Gələn görüşlərə də. Bəli, biz sizlərdən bir həftəlik neynirik, ayrılırıq. Müvəqqəti ayrılıq adlandıraq. Amma gələn həftə mütləq ki, biz görüşəcəyik və gələn həftəyə də qonağımız var. Amma adını demə. Adını deməyək. Əlixan, mən istəyirəm öz geyimimə görə Sigma mənə öz təşəkkürümü bildirim. Hələlik deyirik, sağollaşmırıq. Hələlik. Gələn həftə görüşənə dək. Etmək istəyirəm, sakit durmaq istəmirəm, yalnız səndən qalmaq istəyirəm. Qırılır ürəyim, sən isə sevmirsən.